Salam dəyərli tələbələrim. Bu günləri sizlərlə dərs sıfırdan qabiliyyət imtahanına hazırlıq dərsinin davamı gəlir. Elə bir indi deyəcəksiniz ki, müəllimə birbaşa heykəli niyə qoydunuz qabağıma? Baxın, burada əsas bir nüans var. Əgər playlisti tapa bilməsəniz, burada yerləşdirəcəm. Burada əsas məsələdə biz nəyi öyrəndik? Qurmağı, ölçməyi, ştrixləməyi, komponovka necə edilir, natürmortun qurulması və sonra dedim ki, heykələ çıxmazdan əvvəl siz həmişə naturada natürmortu məşq eləməlisiniz. Elə deyilmi? Artıq siz naturada olan bir şey köçürməyi bilməlisiniz. Bundan da əlavə siz əgər dizayn ixtisasına hazırlaşırsınızsa, avtomatik bunlardan 4 heykəldən biri sizin qabağınıza çıxacaq imtahanda. Və 4 saat ərzində və ya 6 saat ərzində sən bunu işləyib yekunlaşdırmalısan. Bir vaxtlar 4 idi. İndi hal-hazırda antik başa işləmək üçün 6 saat vaxt verirlər. Buna əsasən də bu müəyyən vaxt çərçivəsində sən bu heykəlləri işləməlisən. Ben necə işləməliyəm? O məsələyə çatanda da uşaqlara dərsdə elə bir ev tapşırığı kimi bunu işlətdirirəm və saxlatdırıram özündə ki, bunu qətiyyən itirmə aparır. Yəni hansısa bir küncəyə salma demək ki, mən itirmişəm. Mən bunun heykəllərin hissələrini işlədə, hamısını burun ağzını işlədə, həm də uşağı tanışdıq kimi bir şeydir uşaqlar. Ki, yəni mənim qarşıma bu çıxacaqdı. Mən bunun hissələrini birinci bütöv formada işləyim bir dəfə evdə. Ev tapşırığı kimi verirəm. O da gətirir mənə. Səhvləri qətiyyən heç nə demirəm. Və dərsdə də artıq bunun hissələrini işləyəndə o artıq avtomatik uşaq öz səhvini bilir. Bunu heykəlin özünü təkrarən işləyəndə qoyuram qabağına. Bax, sən bu səviyyədən bu səviyyəyə çatdın. Bu həm uşağa motivasiya verir. İlk başda evdə işləyəndə ayda mən hələ bunu çəkə bilmirəm, mən bunu necə öyrənəcəm? Motivasiyası düşə bilər. Bu reallıqdır. Amma müqayisə cəhətdən, inkişafını görmək cəhətdən, yəni çox önəmli bir şeydir və ona görə də dərsimizi məhz bundan başlamaq istədim. Bu heykəlin adı nədir? Şərh bölməsində bildirməyi unutmayın. Və indi başlayaq bu məsələyə. Ölçü məsələsi. Hər şeydə olduğu kimi hər bir şeyin nisbəti var və bu ölçü nisbətlərini düzgün eləmək üçün də eyni hündürlüyə deyirik. Baxın, ən enli hissə harada? Saçın bu küncündən bu hissəsi. Ən enli budur. Ən hündür hansıdır? Bu təpədən. Ən alt hissə ki var. Fasad deyirik bu. Heykəlin onu saxladığı hissə. Onu götürürük. Yəni eyni. İndi uşaqlar deyəcək, Məhəmməd, çubuqdan istifadə edin ya da karandaşdan. Uşaqlar ikisindən də istifadə edin. Amma gedib çubuğu da xətkeş kimi və ya karandaşda qoyub xətt çəkmək üçün istifadə etməyin. Məncə o səviyyədəsizsə, siz o imtahanda nəticə göstərməniz biraz aşağı olar. Mən görmüşəm. Kartla xətt çəkən görmüşəm imtahanda ki, kartı götürüb xəttkeşi əlimə qoymurlar. Xəttkeşi o kart vasitəsilə xətt çəkib. Sən o səviyyədəsənsə, sənin o imtahandan keçmə məsələsi biraz kritikdir. Mən öz fikrimcə deyirəm. Ona görə xətt çəkməyi bilməyən insan bunu işləmək biraz qeyri-mümkündür. O eyib deyil ha. Siz özünüzü inkişaf elətdirməlisiniz. Daimi məşq eləməlisiniz. Xətt məşqləri. Mən özüm də demişdim sizə. Ev tapşırığı kimi. Eyni hündürlüyə qoyuruq. Plus götürürəm bunu. Qoydum. 1. Bax, bir buradan oldu. Bir də bunun yarısı. Baxın. Bir də yarısı. Yəni, eyni hündürlüyə nə oldu? 1. Bir də onun yarısı. Yəni, mən buradan, baxın. Buradan. Buraya kimi bir ölçüdür. Bu karandaş böyle gördünüz. Və mən bunu götürürəm, fırladıram. Bu altdan götürürəm. Müstəvidən. Bir də karandaşın nə demişdik? Yarısı. Bax. Burayı. Bu karandaş bu boyda deyil. Bunun yarısı haradadır? Burada. Все. Və bunu bir nöqtələr əsaslı uşaqlar. Gedib bunun 2 saat bunu çərçivəyə salmaq üçün 2 saat xətt çəkməyin. İmtahandır bu. 6 saat elə sürətli keçir. Adaptasiya da var, həyəcan da var. Və bunu deyim ki, imtahanda nəsə yeməyə bir şey sərhəd qoymurlar. Gətirə bilərsiniz. Suqdur, piçenidir, zaddır. Ona şey vermirlər. Bir də bu ara məsafələr ki var uşaqlar. Bunlara da fikir verin. Və belə. Baxın, belə. Bu sadəcə öyrənmə məqsədindən bu A4 bir formatdır. A2 formatda necə işləmək lazımdır, onu da deyəcəm. Burada barmaq söhbətini salmayın aşağılar. Mən görmüşəm, müəllimlərin hər birinin özünün fərqli metodu var. Nə bilim, buradan neçə santim, oradan neçə santim deyirlər, desinlər. Yəni, hər kəsin öz metodu var. Mən isə deyirəm ki, uşaqlar akademik rəssamlıqda xəttkeşdən istifadə etmirlər. Yəni, bu reallıq ki var.
Mən öz müəllimimdən də belə öyrənmişəm, demirəm. Filan kəsin müəllimi belə-belə dedi. Uşaq da gəlir kontaktda yazır ki, sən səhv bilirsən. İlk növbədə sənin yanaşmağın səhvdir. Sənin müəllimin belə öyrədibsə, o metodla get. Mənim metodumu bir faydalanmaq üçün mən gedib necə deyirlər, kiminsə metodunu hədələməyə yox. Mən bu akademik üsul bu formadadır. Xəttkeş yoxdur ki əlimdə, elədir. Rəssamın əli xəttkeş olmalıdır. Sən xəttkeş çəkməyi öyrənməyən insan götürüb xəttkeşdən istifadə edirsənsə, sən burada mən dəzgahda xalça eskizi işləmirəm. Xəttkeş məhz dekorativ tətbiq sənətdə istifadə olunur. Ən çox bir də memarlıqda. Orada santimdir, millimdir, hər şey orada çox önəmlidir. Çünki bir dənə bir xırda səhv işin korlamağı deməkdir. Amma bu heykəldə naturadan işləmək o deyil uşaqlar. Qətiyyən qarışdırmayın. Və indi başlayaq. Dedik kimi hündürlük eyni hündürlüyün nisbətini tapdıq. Nə oldu? 1-in bir də 1 yarım. Okay. Və bu tərəfi bildiyimizə görə indi heykəlimizi simmetri, hansı istiqamətdə baxdığını, yəni mərkəz xəttini təyin etməkdir. Fikir versəniz, heykəl biraz mən tərəfdən elə bir sağ tərəfə baxır. Amma siz indi kamera yəqin YouTube-dan izləyəndə sol tərəfə baxırmış kimi ola bilər. Və buradan baxın, belə bir yarım belə oval formada, mötərizə şəklində bir mərkəz xətt yaranacaq. Düz çək getməyəcək də, onu demək istəyirəm. Və buradan gəlir, burnunu tən ortadan böldü, ucunu. Və dodağın dodağını böldü, və əyildi, gördünüz. Və çənəni də böldük, vəsə. Bunu da bilmək lazımdır. Və bir dənə də tövsiyəm odur ki, uşaqlar çalışın ki, evdə ilk dəfə heykəl işləyəndə şəkildə işləyin, kursda da naturada mütləq işləyin. Çünki siz şəkildə işləyəndə qabağa getməyəcəksiniz. İrəliləyiş olacaq, amma naturada işlədiyimiz qədər olmayacaq. Sən buradakı bəzi hissələri tam aydın görürsən, amma naturada adam həyəcanlanır. Reallığı işləyəndə adam biraz çəkinir. Amma ona görə kursa getməniz, ona görə məhz ona görə tövsiyə edirəm ki, gedin. Tələb də eləyin, öyrənin, mütləq o heykəl naturada sən işləməyi bacarmalısın. Vəsə, bu hissələrdə toxunduq, deməli uşaqlar. İndi biz bu alın hissəsini təyin edirik. Bax, buradan da saç dibi buradan başlayır. Baxın, buradan elədik bunu. Elədi. İndi baxın, buradan buraya. Baxın, xəttlərlə bölürəm. Burnun ucundan. Bir də çənə hissəsi. Çənə ilə buxağı qarışdırmayın. İndi mən şəkildə, məsələn, bu çənə buradandır. İndi bu xətmi nə xət çəkdik orada. Baba, qaraltdım. Burada alt hissə buxaqdır. Görür, bir çənədir, altdan da biraz kökdür də. Venera biraz kökdür. Heykəlin adını da demiş oldum. Yəqin o əvvəldə dediniz heykəlin adını. Bu Veneradır, gözəllik layihəsidir. Və Venerada işləyəndə, baxın, 3 bərabər nisbət anlayışı var. Bax, bu 1. Tuta da bilmədim karandaşı. 1. Baba, bu hissə, baba. Ona görə deyirəm, çənə hissəsi buradır. Baxın, buradan götürdüm. Qoydum bura, bax, gördünüz. Bu da bura. Təzdən ölçürük. Bir buradan buraya qədər. Buradan da buraya kimi. Gördünüz. Buradan biraz aşağı götür. Çünki bu biraz qalxır, yox, əsas buradır. 3 bərabər nisbət. Heykəllərdə bəzən Diyanada bu eynilik təşkil edir. Ona görə qadınlar çalışın, işləyin. Veneradır, Diyanadır. Avqustu, Qatemelladır. Bunların növbəyini işləyirik. Və burada nəyə fikir veririk? Göz formaları hər bir-birindən fərqlidir. Və baxın, gözün başlanğıcı baba, burnun bu hissəsidir. Bu biraz sağa meyilli olduğuna görə baba, bu biraz keçdi bura, baxın. Hər birinin xəttini göstərirəm ki, asan olsun. Bax, bu hissə. Baba, gözüm bir damcı buradan keçən kimi başlayır. Burada da baxın, buradan. Bax, fərqlidir. Gördünüz? Ümumiyyətlə, alın hissəsi bax, buradan buraya kimidir uşaqlar. Bu hissə bizə şeydir. Bu sifəti buradan burayadır. İnsanın özünü kub kimi fikirləşin uşaqlar. Bax, bu hissə artıq iştiqləyəndə baba belə-belə eləyərik. Bax, gördünüz, hər birini böldük. İndi bunu burada tətbiq eləməyə başlayırıq. Neynədik? Nisbətləri təyin edirik. Və bax, burada konkret bir ölçünü, mən burada konkret bir ölçünü təyin elədim. Elədir. Və mən bu konkret ölçünü, tapdığım bu ölçünü saçına, Diyananın saçına nə qədər olduğunu müqayisə edəcəm. Baxın, mən buradan bir ölçü tapmışam da. Bunu qaldırdım buraya. Nə qədər fərq elədi? Bir damcı.
Deməli nə olur? Buradan buraya bir damcı. Məsələn, bu qədər tam deyil. Baxın. Yenə göstərirəm. Buradan belə tam deyil. Amma burada mən nə qədər tapdım bu tamdan? Bir damcı elə bir ucunu keçirib. Mən də bunu eləyirəm. Все. Başa düşdünüz? Bax, buradakı məsafəni tapmış oldum. Buradan da bir şey gəlir də. Elə bunu biraz aşağı salacağım. Bu təpə hissələr ki var, toxunan. Baba, elə bir kubda budur, kubun içində olan. Burası da bir-birinə dəyir, bura dəymir. Baxın belə. Başa düşdünüz nə demək istədiyimi? Və mən artıq bildim ki, saç burada. Buranı tapmışdım, elədir. Baxın, bunu tapmışdım. Qoyuram belə. Ona gedirəm ki, fotoda biraz işləyim. Sonra başa düşəcəksiniz. Naturadan işləyəndə başa düşəcəksiniz. Nisbətlər necədir? Baxın, mən 3 dənəni bərabər hissəyə böldüm zaten. 1, 2, 3. Bu nə xəttidir bilmirəm. Gəlin o sinək çalışmamaq üçün. Çalışın çox xəttlər atmayın, çox buzaqlar ayırmayın. Adam bir dənə xətlə gedir səhvə doğru. Bura alın hissəsi başladığı yerdir. Bu qaş hissəsidir. Bu burnun ucudur. Bu da çənə hissəsi. Bu hissəni də boxaq götürək. Bu qədər altda dolu. Və indi buradakı məsafə ümumi müqayisə edirək. Yenə əsas konkret bildiyim ölçü nisbəti ilə gedirəm. Məsələn, buradan buranı bilirəm də, elədir. Müqayisəni baba boxaqın bitdiyi, çənənin də bitdiyi, yəni çənənin bitdiyi, boxaq yox, çənənin bitdiyi hissədən baba tak. Deməli, bu hissə təzdən yenə göstərirəm. Baxın. Götürdüm bunu. Qoydum boxaqın başlanğıcından çənənin sonu. Tak buraya getdi. Baba bu xəttə getdi. İndi bilmirəm kamerada başa düşdünüz. Bax bu hissə belədir. Mən indi boxaqın başlanğıcı elə bir boyan bitişi deyək də. Boxaqın bitişi. Başlanğıc bura deyil. Çənənin bitdiyi hissə. Nədir bu? 3 bərabər nisbəti bərabərdir baba. Götürdüm bunu. Tak qoydum bura. Buradadır. Və fikir versəniz, heykəllərin fasadlarında ən iri olanlardan biri də Diana'nınkidir. Bax, yenə nə boydadır. İndi bunu düz tuta bilmədik. Məsələn, buradan olan bir nisbət. Məsələn, buradan götürsən buraya kimi. Nəyə görə ölçə bilmirəm? Çünki buradan atlı şey var. Dur, bunu biraz qaldıraq. Məsələn, bu xəttdən buraya kimi. Bu xəttə nə ilə müqayisə elə baba? Buradan biraz keçir elə bir baba. Buradan bir qaş hissəsindən keçir. Elə bir bu nisbətin bir tık üstü. Baba belə bir şeydir. Baxın, burada tam göstərim. Buradan elə bir damcı yuxarı. Baba, saldım aşağıya. Sonra da qoydum bura. Elə bir buradan biraz çox olmalıdır da. Qaldığım mövqe biraz kritikdir uşaqlar. Ona görə qalmışam belə. Buradan elə bir aşağıya salacağım. Bu biraz çox olmalıdır. Bir damcı. Budur. Bir də bunun bir damcısı budur. Şu. Bax, böldük. İndi mərkəz xəttini necə idi? Mərkəz xəttini də ayırıram. Şu. Başlayıram indi heykəli. Əsas burnunu yerini təyin eləmişik artıq. Burun haradaydı? Alnın, qaşla buradandır. Buradan burnu təyin edirik və hər yerini də milli pişiririk. Bu qədər bəsit. Burnu profilə yaxın işləyəndə, tam profil deyil uşaqlar. Profilə bir yandan görünüşdür. O tərəfə yaxındır. Və baxın. Belə olanda burnun işləmə akademik qaydada deyirəm. Və belədir. Bu isə biraz bu tərəfi də görsənirdi. Elə bir belə. Bu belə gedir, bu belə gedir, bu da altdan belə gedir. Ona görə bu hissə biraz belə olacaq. Gördünüz belə. Buradan bir. Xətti buradan görəcəyik də. Yəni bax buradan göstərim tam. Buradan da bu xətt olacaq. Aydındır. İndi mən də burnu işləyirəm. Baxın. İndi burada tam görəcəksiniz nə demək istəyirəm. Burnu tam ortadan bölmədim mən burada belə. Tam ortadan böldüm.
Buradan belə, belə. Elə bir profildən yox, fasaddan işləyəndə bax burun əslində qabaqdan belə olur, baxın. Və belə. Bu da elə bir bunun fırlamış versiyasıdır. Bu da bunun tam elə bir yarısı kimi bir şeydir də, elə bir ortası kimi bir şey olduğuna görə baba. Bax belə eləyirəm. Və bilir ki, biz buradan da bu dibdən də gözünü, başlanğıcını götürəcəyik. Baxın bu formada. Tam da xətt dərsi üçün dəqiqləşdirin. Bu ovallıqlarda eləmək lazımdır. Bax, belə, belə, belə. Görürsünüz, bunu eləyəndə necə asan oldu. Necə bilmirəm, birinci işləyəndə uşaqlara şey olacaq, çətin ola bilər. Şu, burun hazırdır. Yəni, bəsitdir. Və burada avtomatik burun yerini təyin etdik, nə qaldı? Gözlər. Gözlərin həmişə uşaqlar fikir verin. Burnun bu ümumi genişliyinə bərabər olur. Baxın, bu, budur, bax. Həmişə bu, genişliyi budur. Bəzən deyirəm, mən bunun genişliyini necə tapım? Dedim, burnu tapdım. Burnu necə tapım? Dedim, balam, nisbətləri böl, tapacaqsan da. Yəni, hər şeyin şeyini axtarırsınız, hazırını. Şöyle özünüz onu tapdıktan sonra başa düşəcəksiniz. Mən indi bunu deyirəm ha. Sizə çox qəribə, absurd gəlir. Amma yəni siz buradan özünüzdən ölçü təyin edirsiniz. Deyirəm, bəli. Ölçü dəyişir, nisbət dəyişir. Ölçü dəyişirsə nisbət də dəyişir. Amma dəyişməyən tək bir şey var. Rəssamdır. Və hər kəsin də öz metodu var. Və bu metodu əsasən də özünü həm formalaşdıra bilərsən, ya da geri plan ata bilərsən. Bax, mən gözüm buradan uzunluğunu tapdım. Enini tapanda da çox az bir fərq vardı. Məsələn, onu necə tapa bilərsən? Məsələn, bu eni deyil, hündürlüyə nə qədər? Millim biraz az fərq. Baba, buradan bir damcı belə. Buradan buraya kimi. Bunu da avtomatik bununla bərabər deyil. Bunu aparım, çərçivəli və eynək taxıb. Bəsit formada desək, baxın. Elə bir tam da konkret desək, buradan buraya kimi. Mən bu dərsi ancaq sizə qurmadan, asan formalarından danışacağım. Digər dərslərdə avtomatik biz hissələrə keçəcəyimizə görə sadəcə bu başlanğıc dərsi. Uşaqlar, sizin nəyi gözlədiyinizi göstərirəm. Ona görə bu dərsdən başlayıb sıxılmamalısınız. Əgər məqsədin varsa, irəliyə getməlisiniz. Və bu hissədən də avtomatik. Bilirsən ki, qaş baba burnundan gedir. Baba. Belə gedəcək. Baba belə gedir. Sonra getdi. Bunu əhatəyə alır. Artıq biz hər şeyi yerinə oturmuşuq. İndi gözlə. Gözlərdə nə demişdik? Yəni göz deyirəm, ağzının yerini necə təyin etmişdik? Bax, buradan biraz fərq. Evet, buradan bir damcı fərq. Bax, təqribi atıram. Saldım aşağı. Buradan. Buradan buraya olan məsafə nədir? Bununla müqayisə elədə azdır, elədir. Mən də götürürəm, az eləyirəm. Və çənədən olan bu fərq var ha. Onu da müqayisə eləyirəm. Baba 1, 2. Bir tane ortadan böləcəm, baxın. Və tane ortadan böləndə nə olur? Baxın. 1, 2. Bu tane ortada bir çənə yaranır. Baxın. 1, 2. Çənə harda oldu? Və dodağın bitişi burada. Başlanğıcı bu yanlarda olacaq. Aydındır uşaqlar. Və həmişə dodaq işləyəndə orta xəttin təyini. Özü də Diana'nın dodağı bilirsiniz. Diana deyirəm, Veneranın dodağı bilirsiniz. Belə həcmli, dolğun. Bunun üçün də sınıq xəttlərdə. Baxın, belə. Ümumi formasını tuturam. Çox maraqlı bir dodağı var. Heykəllərdə ən sevdiyim Veneranın dodağıdır. Nə yalan deyim. Diana'nın da pisdir. Bir də bilinmir. Amma belə həcmli, dolğun görsənəm. Əlbəttə ki, Veneranınki. Avqustda dodaq o qədər də şey eləmir. Baxın belə. Və görürsən, orta xəttin, orta dodaq, bu bölünən hissə, ağız hissəsini necə eləyəndə asan olur. Bax belə. Dodağın da işləmə qaydasını sizə göstərəcəm indi biraz. Məsələn, hər qayda hər birinə eyni cür tətbiq olunmur uşaqlar. Hər kəsin öz ağız quruluşu, yəni fərqlilik olur həmişə. Məsələn, biz burada indi 19 dəqiqədə, mən nə videonu kəsmişəm, nə biçmişəm, heç nə. 19 dəqiqədə biz bir əsas hissələri tamamlamışıq.
Yəni bu qədər bəsitdir. Yəni özünüzü qorxutmayın. Baxın, mən hələ əsas bəzi hissələr, bax dodaq işləyəndə belə. Əslində Diananın dodağı, Diana deyirəm, Veneranın dodağı işləyəndə. Diana nəsə əl çəkmir bizdən. Mənim imtahana mənə Diana düşmüşdü uşaq. Ona görə desəm ona biraz bağlılığım var. Baxın bu orta xəttini təyin edirəm. Sonra buradan bax böldüm 3 bucaq var. Sonra bu həmin o ellipsləri izləyirəm. Bu altda da baxın. Buradan biraz maillik olacaq. Все. Bax görürsən dodaq necə? Elə bir Veneranın dodağı. Все. Bu dodağını da elədik. İndi gözün ümumi formasına nəzər tutanda Diana'nın gözləri daha belə iridir. Venera da biraz qıyıqdır, fikir verin. Bu göz qapağı belə enli aşağıya doğrudur. Baxın. Belə ümumi forma verirəm. Baxın. Verdim bunu. Sonra buradan göz qapağının tərini eləyirəm. Sonra isə gözü aşağıdan biraz bilindirirəm. Baxın. Yəni konkretləşdirmirəm ha. Fikir versəniz, köməkçi xəttlərdən istifadə edirəm. Baxın. Bu isə bunu örtür. Keçdim bu tərəfə. Buradan həmişə aşağıya doğru meyl eləyir. Buradan da baxın, belə getdi. Ümumi formanı verin. Gözün yerini təyin, göz qapağı eləyin. Sonra altdan da bir dərin. Həmişə tünd olan hissələri biraz tünd edin ki, sizin də çaşmayın. Və indi bu hissələri tündləşdirir. Baba buradan deməmişik, belə gedir üstündən. Baba buradan gedəcək. Şu kadar basit. Buradan da çalışacağız, bir ton salın. Şu buradan da bilirsiniz ki belə gedəcək. Bəzən mən işi ton salmaya tərəfdarı olurum. Nəyə görə? Çünki maraqlı olur. Və bu xaqla çənəni şey elədim, bir elədim. Bilirəm ki, çənə buradandır. Ştrixini də eləyəndə belə aparacağım. Amma biz əsas bu ştrixləmə məsələni toxunmayacaq, qurmaya baxacaq. Və indi uşaqlar, indi ki, buradakı məsafə baxın. Və buradakı məsafə nə ilə bərabər ola bilər? Baxın, buradakı məsafə. Bax, gördünüz. Buradakı məsafə göz. Amma buradan da nə qədər məsafə? Bir gözün elə bir yarısı qədər məsafə var. Gözün bu qədər deyil. Bir göz. Bir göz buradan da onun yarısı buradandır. Deməli saç hissəmiz buradan. Elə bir burada bir dərinlik yoxdur. Karandaş tuta bilmədik belə. Bax yenə göstərirəm, başa düşməsiniz. Bir göz buradan deyil. Dib, saçın dibindən bir damcı. Saç əslində dibi burada. Buradan əsas götürülür bir gözdür. Bir də bu tam gözdür. Və bu. Demək istədim bu hissədir. Buradan köməkçi xəttlər falan aparsın. Bu hissəni necə eləmişdik? Bax, belə gedəcək. Alın hissəsi, saç hissəsi. Ümumi forma veririk. Baba burnun, bu qulaq, burun böldü. Burnun ucu da qulağı bölür. Bu yanlarda qulaq var. Qulaq elə ağız. Bir damcı belə büyük. Ağız buradan deyil. Qulaq da bu yanlarda olacaq. Qulaq tam bilindirmən zevk ediyor. Sadəcə bilin ki, oradan başlayır. Baba bu toxundum bura. Qalxıram yuxarıya. Alın hissəsindən. Bu saçın qıvrılıb içəriyə girir. Bax, ümumi götürün uşaq. Mən bir dəfə saç maç belə eləmirəm. Aydın da. Ümumi baxın işə. Necə ki, ştrixləyəndə də orada xırda detallara önəmsəyirlər, baxırlar. Amma siz ümumiləşdirməyi də bilməlisiniz uşaqlar. Bax, buradakı ara məsafəni qaldırıb buraya gedirəm. Pozanı götürüb, bu hissəni götürürsən, şey edirsən. Bax, gördün, tak, qalxdın yuxarı. Buradan da biraz siləcəm. Yavaş. Çalışın. Ümumiləşdirməyi bacaraq. Burada mailliyi gedəcək. Belə. Eyni qayda ilə. Bax, buradakı xət. Bunlar üst-üstə düşəcək. Bu saçın ucu bunu. Gördünüz. Kısmımız potuş oldu. Biraz da bu çənəni salacaq belə. Bu xaq hissəsi.
Diana'nın Venera'nın fərqini bu çəkib şeydir uşaqlar. İkisi hamı bir-birinə oxşuyur əslində. Bəzi nüanslarda əsasən Diana ilə Venera bir-birinə həddindən artıq çox oxşuyur. Bəziləri bizim qızlar şey deyir. Yəni bunlar bacıdır. Deyirəm bilmirəm valla. Ola bilər. Hər şey ola bilərlər. Maraqlı şeylər eləyin uşaqlar. Heykəllərlə. Bizim uşaqlar ümumi formaya baxmazlar da. Heykəlin ağzın, burnunun gözəlliyindən, estetikliyindən şey eləyirlər. Yəni bu heykəl eybəcərdir. Deyim imtahanda çıxacaq sən eybəcərdir, gözəldir falan. Belə eləyə. İndi mən bir hissəki var. Bu hissənin isə ölçün demişdik. Baxın bu elə bir əyilən hissə yoxdur. Buradan baxın belə maili gedir. Bu da bunun qulağın dibindən gelir. Baxın bu hissəni ovalda götürə bilərsiniz elips formasında. Bu belə getirin. Buradan da yığılacaq. Bu köməkçisi biraz sınıq xəttlərdən istifadə edin. Və siz formanı tutacaqsınız. Necə eləmək lazımdır? Bu fasadın alt hissəsindən yenə gedəcək. Bu əsas xətt. Bu ikinci xəttdir. Və bunun altında da baxın. Bu həmin bu kub şəklində olan hissə baxın. Bundan üst-üstə düşəcək. Və bu kəsilən hissə bunun üst-üstə düşür. Bu hissə isə baxın saça bu hissəsi baxın. Buradan. Və все. Neynədim? Bu hissəni bunu belə aparacaqsınız. Buradan arxa hissə görsənəcək belə. Bunu böldü. Bir damcı buraya. Böyle sürüşür. Все. Buradan da fondakı səsə görə üzrlü sayın. Baxın da necə formada sizə video çatdırmaya çalışıram. Ümid edirəm faydalı olar. Sadəcə bu ilk heykələ tanışlıq dərsidir deyə. Əgər də çox şeylərə toxunmadan, sadəcə ilk dərsdən sizə gözünüzü qorxutmaq istəmədim. Ki, yəni başlamadan bu işin başına şeyləməyin. İndi mən köməkçi bəzi hissələr siləcəm və son halında biraz sizə göstərəcəm. Uşaqlar baxın, biraz tona saldım. Yəni siz tam aydın şəkildə görməniz üçün buradan belə asam qəşəng görsənir. Baxın. Şu bu kadar basit formada. Ən azı belə eləyin. Biraz tona salın. Sonra başlayırsınız ona qəşəngcə forma verməyə, elastiklik verməyə, detallarına kimi işləməyə. Yəni baxın belə necə maraqlı görsənir. Yəni bu. Baxın, daha buna oxşatma məsələsinə hələ qalıb da. Yəni bu ümumi komponovka budur. Nisbətlər budur. Ümid edirəm sizin üçün faydalı bir video olar. Digər videolarımızda görüşənədək hələlik.